Bunun səhifələrini 1-dən 96-ya qədər nömrələdilər. Cəmi neçə rəqəmdən istifadə olundu? Ümumiyyətcə, yadımıza saxlayaq ki, bir rəqəmlilər 9 dənə bir rəqəmli var. Hardan tapdıq? Ən böyük bir rəqəmli 9-dur. Ən kiçik bir rəqəmli 1-dir. 9-dan böyükdən kiçik çıxıb üzərinə 1 gələndə tapırıq ki, 9 dənə bir rəqəmli var. Sonra 2 rəqəmliləri tapaq. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Ən kiçik 2 rəqəmli ədədim 10-dur. 99-dan 10 çıxırıq. Üzərinə də 1 gəlirik ki, 90 dənə də 2 rəqəmli ədədimiz var. Hamısı bu qaydada tapılır. 3 rəqəmli də, 4 rəqəmli də. Yəni 3 rəqəmlərin sayını tapmaq üçün ən böyük 3 rəqəmli də 999, ən kiçiyi 100. Üzərinə də 1 gəlsəm, 900 dənə də 3 rəqəmli var. Düzdürmü? İndi mən bilirəm ki, 9 dənə 3 rəqəmli varsa, neçə dənə rəqəm iştirak eləyəcək? 9 dənə, üzr istəyirəm, 9 dənə bir rəqəmli varsa, 9 dənə bir rəqəmlidir. Hər ədədin də yazılışında bir dənə rəqəm iştirak edir. Ona görə 9-u 1-ə vurursan ki, bu bir rəqəmlilərin yazılışında 9 dənə rəqəm iştirak eləyəcək. 90 dənə 2 rəqəmli ədəd var, düzdürmü? Deməli, o 90-ı vuracam 2-yə ki, 2 rəqəmli ədədlərin yazılışında da 180 rəqəm iştirak eləyəcək. Əgər 3 rəqəmli deyirsə, 900 dənə 3 rəqəmli ədəd var. Ona görə də 900-ü vuracam 3-ə ki, 2700 dənə də rəqəm 3 rəqəmlilərin yazılmasında istifadə olunacaq. 4 rəqəmlidə də yenə 9999-dan çıxıram 1000-ini, üzərinə gəlirəm 1-ini, bərabər olur 9000 dənə 4 rəqəmli ədəd iştirak edir. 9000 dənə 4 rəqəmli ədəddir. Hərəsinin də yazılışında 4 dənə rəqəm iştirak edir. Yəni toplamda 36.000 rəqəm iştirak edəcək. Düzdürmü? Bu qaydamız rəqəmlərin ədədlərinin tapılması. Bəs indi yazaq səhifələrin tapılması. Səhifələri necə tapırıq? Ay uşaqlar, əgər mənim səhifə sayım 2 rəqəmlidirsə, 1 rəqəmlidirsə asan şəkildə. Məsələn, deyir ki, 1-dən 7-yə qədər səhifələrin yazılışında neçə rəqəm var, iştirak edir. Mən bilirəm ki, 1-dən 7-yə qədər səhifələr yalnız bir rəqəmlilərdir. Yəni, 1-i vuracam 7-yə ki, deməli 7 dənə rəqəm iştirak elədi. Düzdürmü? 2 rəqəmlidə isə bu belə deyil uşaqlar. 2 rəqəmlidə 2n çıxılsın 9 düsturundan istifadə olunur. N nədir burada? N səhifə sayı. Yəni səhifə sayını 2-yə vuracaqsınız, çıxacaqsınız 9-u. Niyə 9-unu çıxırsınız? Çünki 9 dənə bir rəqəmli iştirak edir. 9 dənə bir rəqəmli də cəmi 9 dənə ədəd edir. Düzdür? 9-u vurursan 1-ə ki, 9 dənə rəqəmlidir. O zaman, məsələn, deyir ki, 1-dən 96-ya qədər nömrələdilər. Cəmi neçə rəqəmdən istifadə olundu? 96-ya qədər dedi. 96 neçə rəqəmlidir? 2 rəqəmli. Ona görə də 2-ni vuracaqsan 96-ya, çıxacaqsan 9-u. 2-ni 96-ya vurdun, çıxdın 9-u, cavab elədi 183. Yəni, cavab A variantı. Əgər 3 rəqəmli olsa isə uşaqlar, bu 2 rəqəmli olanda. Səhifə sayı 2 rəqəmli olduqda bu düsturdan istifadə olunur. Əgər 3 rəqəmli olanda 3n çıxılsın 108 düsturundan istifadə edirik. 108 niyə? 99-a qədər 2 rəqəmli, 9 dənə də bir rəqəmli ədəd var. Ona görə 108-i çıxdıq. İndi baxaq 3-cü məsələyə. 1-dən 173-ə qədər nömrələdilər. Cəmi neçə rəqəmdən istifadə olundu? Əgər 1-dən 179-a qədər nömrələyiblərsə və rəqəmlərin sayını soruşursa, deməli 3-ü vuracam 173-ə, çıxacam 108-ini. Bu elədi 9, bir yaz 519, 519-dan da 108-ini çıxanda elədi 411 rəqəm, yəni A variantı. Bu da getdim. Sonra bir də ay uşaqlar, 4 rəqəmlilər ola bilər. İndi bu kitabda yoxdur, özümüzdən yazaq. Məsələn, deyil, bu zaman 4 rəqəmlilər, bax bu 3 rəqəmlilərin sayını tapmaq üçündür.
4 rəqəmli olanda isə 4n çıxılsın 1107 düsturundan istifadə olunur. Məsələn, deyir ki, kitab 1-dən başlayaraq 1200-ə qədər nömrələdilər. O zaman nə edəcəksiniz? Deyir, neçə rəqəmdən istifadə olundu? Deməli, 4-ü vuracaqsan 1200-ə, çıxacaqsan 1107-ni. 4-ü 1200-ə vuranda 4800, 4800-dən də 1107-ni çıxanda elədi 3693 rəqəmdən istifadə olundu. Bu belə. Bəzən də olur ki, ay uşaqlar, bizə səhifələrin sayını vermir, rəqəmlərin sayını verir və bizdən səhifələrin sayını soruşur. Məsələn, altdakı məsələ kimi kitabın səhifələrini birdən başlayaraq səhifələyərək 57 rəqəmdən istifadə olundu. Kitab neçə səhifədən ibarətdir? Əgər 57 rəqəmdən istifadə olunubsa, baxıram, 57 rəqəm 189-dan kiçikdir, düzdür? Yəni 9-dan isə böyükdür. Deməli, bu səhifələrim 2 rəqəmli ədəddir. Onda mən nə edəcəm? 2n çıxılsın 9 bərabər olacaq 57. Bizdən rəqəmlərin sayını verir baxı. Ona görə də tənlikdə 57-yə bərabər eləyəcək. O zaman 2n bərabərdir. 57-nin üstə 9 gələcək 66. N də bərabərdir. 66-nı 2-yə böləcək 33. Deməli, mənim kitabım 33 səhifədir. Digərinə baxaq. 7-ci məsələ. Birdən başlayaraq səhifələyərkən 444 rəqəmdən istifadə olundu. Aha, 444 rəqəmdirsə, baxıram. Bu, 2 rəqəmlilərin sayından çoxdur. Çünki 189-dan böyükdür. Deməli, 3 rəqəmlidir mənim səhifə sayım. O zaman düstur buydu ki, biz 3n çıxılsın 108 bərabərdir 444-ə bərabər eləyəcəyik. Düzdür? O zaman 3n bərabərdir 552. N də bərabər olacaq 1, 25-in içində 8, 13, 184 səhifə. Yəni 184 səhifə 7-də D variantı. Çətin deyil, düzdür uşaqlar. Bir də nəyə diqqət eləyək? Deyir ki, məsələn, deyir ki, birdən 106-ya kimi ədədlərin yazılışında neçə dənə 3 rəqəmi iştirak edir. Uşaqlar, ümumilikdə yadınızda saxlayın. Əgər neçə dənə 3 rəqəmi iştirak edirsə, hər yüzlüyün içərisində, hər 99-a qədər ədədin içərisində 20 dənə 3 ədəd iştirak edir, 2 ədəd iştirak edir, 1 ədəd iştirak edir. Bunu hardan tapırıq? Bax, 3-ü deyə tapırıq, düzdürmü? Birinci 3-də iştirak elədim. 13-də, 23-də, sonra 30-da, 31-də, 32-də, 33-də, 34-də, 35-də, 36-da, 37-də, 38-də, 39-da, 43-də, 53-də, 63-də, 73-də, 83-də və 93-də 3 iştirak elədi. Baxın, görək, indi 20 dənə düz dedikmi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 dənə. Deməli, bu bir qaydadır ki, 1-dən 99-a qədər ədədlərin yazılışında istər 1 desin, 4 desin, 3 desin, 20 dənə 3 iştirak eləyəcək, 20 dənə 2 iştirak eləyəcək. Amma desə ki, neçə ədədin yazılışında 3-dən istifadə olundu, onda 19 götürəcəksiniz. Niyə 19? Çünki 33-ü neçə dənə 3 yazıldığı kimi tapırdıq, 2 dənə 3 yazıldığını görürdük 33-də. Amma neçə ədədin yazılışında 33 bir dənə ədəddir də, bunu da bir ədəd, bir dənə 3 kimi götürəcəyik. Aydındır mı? Ona görə deyək 19 dənə 3 götürəcəyik. 19 dənə ədədin yazılışında 3 rəqəmi yazılıbdır. Amma ki, neçə dənə 3 ədədindən istifadə olunub desəydi, onda deyəcək 20. İndi birinci şərtim o olsun ki, neçə dənə 3 ədədindən istifadə olunubdur, 1-dən 106-ya kimi. Buradan tapdıq ki, 20 dənəsi hal-hazırda var. Amma bir dənə də 103-də olduğuna görə 20-nin üstünə 1 gəlirik ki, 21 dənə 3 rəqəmi iştirak eləyibdir.
Amma indi sualın şərtini dəyişirəm. Deyirəm ki, neçə ədədin yazılışında 3 rəqəmindən istifadə olunubdur. O zaman deyəcəm 20 dənə. Niyə? 19 dənə ədədin yazılışında 3 var idi. Bir dənə də 103-dəki 3, o da eləyir toplamda 20 dənə ədədin yazılışında 3-dən istifadə olundu. Bu qədər.